أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على رسوله الكريم. Əziz və dəyərli müsəlman qardaş və bacılarım, biz yenə bir mübarək qapının astanasındayıq. Elə bir qapı ki, açıldıqda rəhmət enər, şeytanlar zəncirlənər, dualar qəbul olunar. Bu ay Ramazan ayıdır. Bu ay sadəcə aclıq ayı deyil, səbr etmə ayıdır, nəfsin tərbiyə ayıdır. Bu ay qəlbin oyandığı aydır. Ramazan ayı səbr məktəbidir. Oruç tutan insan gün boyu yeməkdən, sudan uzaq qalır. Bədən zəifliyir, dil quruyur, baş ağrıyır. Amma təqvalı müsəlman deyir, Rəbbim əmr edib səbr edəcəyəm. Aclıq səni əsəbiləşdirə bilər, susuzluq səni yorğun sala bilər. Amma unutma, əsl imtahan məhz bu anda başlayır. Əsl savab səbr etdiyin anda yazılır. Muhammed sallallahu aleyhi və səlləm buyurub, oruc qalxandır. Sizdən biri oruclu olduğu gün pis söz danışmasın. Əgər biri onu söysə və ya dalaşmaq istəsə, desin, mən orucluyam. Deməli, Ramazan təkcə mədəni yox, dili də oruç tutturur. Həmçinin dilimizi mütləq qorumalıyıq. Ramazanda ən böyük təhlükələrdən biri dil günahıdır. Qeybət, böhtan, söz gəzdirmək, təhqir, lazımsız mübahisə. Gün ərzində aclıq çəkib bu halımıza səbr edib, axşam iftar süfrəsinə oturub, sonra qeybətlə savabı məhv etmək, bu necə ağılsızlıqdır. Unutmayaq, bəzi insanlar Ramazanda ac qalır, amma qazandıqları yalnız aclıq olur. Dilini qoruyan Ramazanı qoruyar, Ramazanı qoruyan isə qəlbini qoruyar. Aclığın necə bir şey olduğunu hiss et, kasıb müsəlmanları unutma. Günorta vaxtı susuzluq səni sıxanda bir an dayan və düşün. Mənim kasıb, olan süfrəsinə bir tikə çörəyi belə çətinliklə qoyan qardaş və bacılarım var. Onlar üçün Allaha dua et, onlara qazandığın ruzidən sədəqə ver. Sən bir gün aclıq çəkirsən, amma elələri var ki, il boyu bu haldadır. Ramazan bizə bunu öyrədir. Aclıq sənə mərhəmət qazandırmalıdır. İftar süfrəsi qurarkən yalnız öz ailəni düşünmə. Bir kasıbı sevindir, Allah səni sevindirsin. Bir müsəlmanı doyur, Allah səni doyursun. Və biz bilirik ki, Ramazan ayı Quran ayıdır. Bu ayda Qur'an-ı Kərim nazil olub. Ona görə də Ramazanı Qur'anla yaşamaq lazımdır. Gündə az da olsa Quran oxu, mənasını düşün, ayələr üzərində təfəkkür et. Sadəcə sürətlə xətm etmək yox, bu ayələrin mənasını da, təsirini də qəlbə endirmək lazımdır. Evin içində Qur'an səsi eşidilsin. Övladların səni Qur'an oxuyan görsün. Ramazanı Qur'anla keçirməyən Ramazanın ruhunu qaçırmış olar. Həmçinin duaları çoxaldım. Ramazan dua ayıdır. Səcdədə ağla, səhər vaxtı dua et. Bəlkə bu Ramazan son Ramazanımızdır. Son səcdəmizdir. Son tövbəmizdir. Allahdan bağışlanma istə, qəlbin yumşalsın, gözün yaşarsın. Əgər bu ayda dəyişmədiksə, bəs biz nə vaxt dəyişəcəyik? Özümüzlə hesablaşaq. Bu Ramazanı belə niyyətlə qarşılayaq. Günahları tərk edəcəyəm. Namazı daha diqqətlə qılacağam. Dilimi qoruyacağam. Kasıblara yardım edəcəyəm. Qur'anı həyatımın mərkəzinə qoyacağam. Ramazan bitəndə əvvəlki halımıza qayıtmaq üçün yox, dəyişmiş bir insan olmaq üçün bu aya girək. Ramazan ayı günahlardan təmizlənməyimiz üçün bir fürsətdir. Bu fürsəti itirmə. Səbr et, dilini qoru, aclıqdan ibrət al, kasıbı səvindir, qəlbini Quranla dirilt, dualarla yüksəl. Allah bizi Ramazanı haqqı ilə yaşayanlardan etsin. Bu ayı bizim üçün bağışlanma və nicat ayı etsin. Allahümmə bəlliğna Ramazan.